Oyun oynamağın fəsadları necə olur? Birincisi göz gedir. Sonrası boyun, bel, fiziki sağlıq gedir. Sonra real dünya dadsız olur. Çünki sən o oyunda daim qalib olmusan, mərhələləri keçə-keçə hisslərini doyurmusan və hisslərin doyandan sonra orada aldığın status sənin xoşuna gəlir. Sən dünyada o qədər nailiyyət qazanmamısan. 40 ilə qazanmadığın nailiyyəti 4 saata oyunda o dopamini alırsan. Ondan sonra bu da bir yerə qədərdir. Mərhələni keçmək üçün sənə gücün çatmır. Oradakı oyuncunun fiziki gücü çatmır. O fiziki güclə səndən oyuncunu yığım düzəldim deyə maddi güc tələb eləyir. Yəni oyuncunu gücləndir, dollar vur, 5 dollar vur ki oyuncu qabağa geçsin deyə. Və sonra həmin o hisslər pul vurmadan keçə bilmədiyi üçün əsəb gətirir.